Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hazırladığım çox dadlı şor qoğalı sizinlə bölüşmək istəyirəm. Xəmir üçün öncə mayanı hazırlayıram. Götürürəm 2 yemək qaşığı un, 1 yemək qaşığı şəkər tozu, 1 silə yemək qaşığı maya əlavə edirəm qaba və üzərinə yarım stakan ilıq su əlavə edib qarışdırıb qoyuram kənara. 1 kilo ələnmiş una 1 yemək qaşığı duz, yarım çay qaşığı sarıkök töküb qarışdırıram. Una əlavə edirəm 2 yumurta sarısı, 150 qram xama, yarım stakan ilıq su, 1 stakan ilıq südü bir yerdə qarışdırıb əlavə edirəm unun üzərinə. Bura əlavə edirəm hazırladığım mayanı və əlimlə biraz qarışdırıb əlavə edirəm 150 qram əridilmiş ilıq formada kərə yağı və xəmiri yaxşıca yoğurmağa başlayıram. Belə bir gözəl, çox bərk olmayan, ələ yapışmayan yumşaq xəmir alınır. Xəmirin üzərini öncə salafanla, sonra çay dəsmalı ilə örtüb, kənarda qalın adyala büküb 1 saat mayalanmağa qoyuram. Keçirəm qoğalın içliyini hazırlamağa. 500 qram ələnmiş una əlavə edirəm üyüdülmüş 1 yemək qaşığı raziyana və cirə qarışığı. Əlavə edirəm yarım çay qaşığı qara istiot, 1 yemək qaşığı duz, 1 dolu çay qaşığı sarıkök töküb qarışdırıram. Bura əlavə edirəm 150 qram yumuşalmış kərə yağı və əlimlə umaç şəklində ovxalayıram. Hazırladığım içliyi qoyuram orta xodda ocağın üzərinə, qarışdıra-qarışdıra 10 dəqiqə bir balaca qovurub götürürəm. Mayalanan xəmiri əlimlə biraz ovxalayıb havasını alıram və xəmiri 9 bərabər hissəyə ayırıb kündələyib üzərini örtüb 15 dəqiqə gözləyirəm. Dəzgahı un səpib birinci kündəni oxlovla yuxanı nazik formada açıram.
Yuxaları yağlayacağım dəzgahın üzərini duru yağla yaxşıca yağlayıb və üzərinə açdığım yuxanı yayıram. Və yuxanın kənarlarını yavaş-yavaş darta-darta dəzgaha yapışdırıram. Yuxaların üzərini yağlamaq üçün 500 qram kərə yağını əridib dağ edib ayranından ayırmışam. Birinci yuxanın üzərini hər tərəfini yağlayıb və qalan 8 kündəni də eynən bu formada bir-bir oxlovla yayıb, üzərini yağlayıb, xəmiri cırmadan kənarlarını darta-darta birləşdirib bir-birinin üzərinə yağlayıb yığıram. Və son olaraq 9-cu yuxanı yayıb, onun üzərini artıq yağlamıram. Hazırladığım formanı bıçaqla 2 barmaq enində lentlərə kəsirəm. Və kəsdiyim lentləri əlimlə bir-bir rulon formasında yüngül şəkildə darta-darta bükürəm. Bükdüyüm rulonları badnosa yığıb üzərini öncə salafanla, sonra çay dəsmalı ilə örtüb 20-25 dəqiqə gözləyirəm. Və artıq keçirəm qoğalların içini doldurmağa. Götürdüyüm hər rulonu əlimlə bu formada ortasına açıram. 2 çay qaşığı içlikdən qoyub, qaşıqla bir balaca bastırıram və arxasına bu formada büküb badnosa yığıram. Üzərini örtürəm ki, qoğalın xəmiri qurumasın.
İçliyi doldurduğum qoğalları bir bükdüyüm tərəfdən üzərindən əlimlə bu formada yaslanıb soba listinə yığıram. Soba listinə yığdığım qoğalların üzərini salafan və çay dəsmalı ilə örtüb 25-30 dəqiqə gözləyirəm. Yarım saat keçdi. Qoğalların üzərinə çəkmək üçün 2 yumurtanın sarısı və bütöv bir yumurtanı qarışdırıb üzərinə 1 yemək qaşığı duru yağ töküb qarışdırıb qoğalların üzərinə çəkirəm. Bu reseptlə məndə 23-24 ədəd qoğal çıxdı. Yumurta çəkdiyim qoğalların üzərinə çörək otu və ya xaşxaş səpib öncədən isidilmiş 200 dərəcəli sobada alt-üst rejimdə 25-30 dəqiqə ərzində bişirdim. Qoğallarım artıq bişib, xırt-xırt, yumuşaq və çox dadlı alınıb. Siz də hazırlayın əziz izləyicilər, göz haqqınızı halal edin, salamat qalın.